Səbail rayon icra hakimiyyətində şəhərsalma və memarlıq ili çərçivəsində Qərbi Azərbaycan həqiqətlərinə həsr olunmuş tarixi yaddaşdan gələcəyə Qərbi Azərbaycanın memarlıq irsi mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi Qərbi Azərbaycanın zəngin memarlıq irsinin təbliği, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olmuşdur. Öndər TV xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, rayon icra hakimiyyətinin aparatının məsul əməkdaşları, Qərbi Azərbaycan icmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev, YAP Səbail rayon təşkilatının nümayəndəsi Əfəndi İbrahimli, Azərbaycan Respublikasının qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Səbail rayonu üzrə sektor müdiri Akşin Hüseynli, Səbail rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, Ayer Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Riyasət Heyətinin üzvü Polkovnik Leytinant Bəhram Ağakişiyev, Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayon şöbəsinin sədr müavini İpək İsmailova və Səbail rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova iştirak etmişlər. Çıxışlar zamanı vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində Azərbaycan xalqının tarixi mədəni irsinin qorunması və təbliği daim prioritet istiqamətlərdən biri olmuşdur. Bu siyasət bugün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən geniş miqyaslı layihələr, eləcə də azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri milli irsin qorunmasına və inkişafına xidmət edir. Tədbir zamanı Qərbi Azərbaycan icmasının müvafiq əmrinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Qərbi Azərbaycan Folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, Qərbi Azərbaycan icmasının Səbail rayonu üzrə nümayəndəsi təyin olunması ilə əlaqədar rayon ictimaiyyətinə təqdim edilmişdir. Tədbir çərçivəsində Qərbi Azərbaycanın memarlıq nümunələrinin tarixi əhəmiyyəti, onların qorunması zərurəti və bu istiqamətdə ictimai təşəbbüslərin rolu müzakirə olunmuşdur. Qərbi Azərbaycan icmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev qeyd etmişdir ki, nümayəndəliyin fəaliyyəti Qərbi Azərbaycan irsinin təbliği, ictimai maarifləndirmə və bu istiqamətdə əlaqələndirmə işlərinin gücləndirilməsinə xidmət edəcəkdir. Sonda tədbir iştirakçıları bu kimi layihələrin davamlı xarakter daşımasının vacibliyini vurğulamış və gələcəkdə daha geniş miqyaslı tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişlər.